bu hurmayı yedikten sonra bu zehri yemeği birine tavsiye edebilir mi? Kendisi böyle bir şey yapabilir mi? Zəhər sənə təsir eləməyəcək. Deyəsən, qardaş, inanırsan buna, inanırsan. Bu zəhər, bu da sənin xurmaların. Ye görək buna inanırsan yoxsa yox. Yəni, bu insanın nə qədər məntiqsiz, düşüncəsiz olduğunu göstərir. Yəni, ilk öncə hədisi söyləmək istəyirəm və hər birinizdən diqqətlə dinləməyi tövsiyə edirəm, dəyərli dinləyicilər. Allah Resulü Muhammed sallallahu aleyhi ve sellem buyurur ki, kim hər gün, bu hər gün sözü var burada, yəni bu hər gün sözü əbəs yerə qeyd olunmuyor. Yəni Allah Resulü demir ki, ayda bir dəfə, ildə bizdə bir dəfə, necə ki biz məsələn indi ildə bir dəfə ümrə ziyarətinə gedəndə və yaxud da həccə gedəndə gedib orada Mədinədə, Məkkədə olanlar bilir ki, orada xurmanın müxtəlif növləri var və hər xurmanın da öz faydası var. Hər xurmanın da öz faydası var. Əcva xurması isə buna qara rəngdə olan bir xurmadır, buna peyğəmbər xurması da deyilir. Və Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, kim hər gün 7 ədəd əcva xurması yeyərsə, yəni ildə bir dəfə yox, ayda bir dəfə yox, kim hər gün 7 ədəd əcva xurması yeyərsə, Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, nə həmin gün ərzində ona nə sehir, nə də zəhər toxunmaz. Allah Subhanahu taalanın izni ilə sehirdən əziyyət çəkənlərə şəfa olması barəsində, elhamdülillah praktikada, ruqiyyə ilə məşğul olanlarda bu barədə minlərlə sübutlar var, minlərlə. Eyni qayda keçirik dünyaya bir məsələ izah edirəm. Bir neçə il bundan öncə koronavirus yayılmışdı hər bir yerə. Koronavirusdan öncə, ondan lap əvvəllərə qayıtsaq, uşaq ikən, biraz böyüdükdən sonra, dövlət, hər bir dövlət, hər bir məmləkət, hər bir ölkənin tip sahəsi insanları xəstəliklərdən qorunmaq üçün onlara peyvəndlər vurmağı tövsiyə edilir. Amma bu koronavirus vaxtı isə bu daha şiddətli idi ki, mütləq şəkildə bu vurulmalıdır. Yəni peyvəndlər. Yəni bu peyvəndləri uşaqlıqda və yaxud da biraz böyüdükdən sonra və yaxud da bu koronavirus vaxtı bundan qabaq bu insanları niyə görə vururdular? Hər birinizə sual verən dəyərli dinləyicilər. Yəni niyə görə vururdular? O koronavirusdan nə etmək, qorunmaq üçün qabaqlayıcı nə idi? Tədbirlər idi insanlara. Lakin vallahi ki mən insanlar tanıyıram ki, o peyvəndi vursalar da belə o xəstəliyi tutuldular. Amma mən insanlar tanıyıram ki, o peyvəndi vurmamışdılar, heç xəstələnmədilər. Lakin kimsə gəlib məni bununla imtahan edə bilməz, deyə bilməz ki, qardaş sən vurmusan peyvəndi koronavirusa qarşı, deyirəm hə vurmuşam. O da get girdə bir dənə bu nədir onun adı? Bu koronavirus xəstələri olan yerə. Görün xəstələnəcəksən yoxsa yox. Nə deyirsən ona dəyərli dinləyicilər? Deyirəm deməsən başın xarab olur sənin. Necə get girəm? Mən ora niyə girəm? Mən gəlib özümü təhlükəyə niyə atıram? Bunlar hamısı Allah Subhanahu taalanın izni ilə dünyavi məsələlərdə də belə, qardaşlar. Allah Taala Qurani-Kərimdə buyurur ki, kim Allaha təvəkkül edərsə, Allah ona kifayət edər. Kim Allaha təvəkkül edərsə, Allaha bağlanarsa, Allah ona kifayət edər. İndi mən çıxıb dağın üstünə kimsə gəlsin ki, demirsən, Allaha təvəkkül etsin, Allah səni kifayət edər, Allah səni qoruyacaq, Allah səni hər bir şeydən mühafizə edəcək. Deyirsən, hə, onu çıx deyən dağdan atla özü, görürsən Allah qoruyacaq. Demək sonra deyirsən, boşluq hava gəlir. Bu cənər taslamandır və bu ilahətçilər ki, hansılar ki var, bu zındıqlar. Bunların kafalara bax bu cürə çalışır, qardaşlarım. Yəni heç kəs Allah Resulü sallallahu aleyhi ve sellemin hədislərini gətirib səni bununla imtahan edə bilməz. Vallahi ki, insan xəstələnə bilər. Hətta hər gün sən 7 dəfə onu yesən də belə. Müsəlmanlar hər gün Ayətül Kürsünü və yaxud hər namazdan sonra İxlas, Fələq, Nəs surələrini oxuyuruq biz, Allah həmd olsun. Yaxlamışdan öncə Bəqərə surəsinin son 2 ayətlərini oxuyuruq. Lakin buna baxmayaraq görürsən ki, müsəlman da sehrə məruz qalır. Cadu olunur ona, əməl olunur ona. Müsəlman da xəstələnir. Yəni bunlar hamısı Allah Subhanahu taalanın qədəri ilə baş verən hadisələrdir. Heç kəs bundan özünü nə edə bilməz, qoruyub sığartala bilməz. Sən Allaha